أشهد أن لا إله إلا الله. أشهد أن لا إله إلا الله. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر الله أكبر. لا إله إلا الله. لا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له، ونشهد أن محمدا عبده ورسوله، وصلوات الله وسلامه على رسوله محمد وعلى آله وأصحابه الطيبين الطاهرين وعلى أتباعهم التابعين ومن تبعهم بإحسان إلى يوم الدين. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء. أيها الناس، قال الله تبارك وتعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله يحب التوابين ويحب المتطهرين. Sadakallahu aleyh. Bugünkü cümle hutbemizin mevzusu dinimizde temizliğin yeri ve ehemmiyeti hakkında olacaktır. Değerli Müslümanlar, Rabbimiz Azze ve Celle Bekara suresinin 222. ayetinde böyle buyurur: şüphesiz ki Allah tövbe edenleri de pak olanları da sevir. Yani Rabbimiz Azze ve Celle manevi temizliğe sebep olacak tövbeni de maddi temizliğe sebep olacak paklığı da sevir. Tövbe suresinin 108. ayetinde ise Rabbimiz Azze ve Celle böyle buyurur: orada temizlenmeyi seven kişiler vardır. Allah da temizlenenleri sevir. Bu ayet ise Medine yakınlığında yerleşen Kubalıların temizliklerine dikkat ederek su ile taharet etmeleri sebebiyle nazil olmuştur. Tirmizi'de gelen hadiste Peygamberimiz sallallahu aleyhi ve sellem böyle buyurur: temizlik imanın yarısıdır diyerek bize temizlikle iman arasında bir alakanin olduğunu Allah Resulü aleyhissalatü vesselam izah etmeye çalışmıştır. Hatta İslam'ın ikinci şerti ve dinimizin direği olan namazın şartlarından biri bedenin temizliği olan desnamaz, diğeri ise namaz kılınan yerin ve paltarın temizliğidir. Mekke dövründe eniş sırasına göre 4. sure olarak nazil olan Müddessir suresinde Rabbimiz Azze ve Celle böyle buyurur: ey libasına bürünmüş peygamber, kalk ve insanları haberdar et. Tekçe Rabbini uca tut ve libasını temizle. Demek ki değerli kardeşler, Rabbimizin Azze ve Celle'nin Peygamberimize sallallahu aleyhi ve selleme emrettiği ilk şeylerden biri temizlik olmuştur. Çokumuzun eşittiği Cibril, yani Cebrail hadisinde Ömer İbn-i Hattab radıyallahu anh bir gün mescide al paltarda, üzerinde sefer alameti olmayan ve hiçbirimizin de tanımadığı bir kişi girdi değil. Yani Müslümanlara İslam'ı öğretmek için Mescid-i Nebevi'ye, yani Peygamber Mescidine gelen Cebrail aleyhisselam bile temiz ve dikkat çeken ağ renkte libasta olmuştur. Bir gün Allah Resulü sallallahu aleyhi ve sellem saçı sakalı dağınık ve üstü başı kirli bir kişiye saçını sakalını daramağa, daralım ve giyinmeye temiz paltarın var mı dedikte
O kişi bəli, var ey Allahın Resulü demiş və Allah Resulü Aleyhisselatü Vesselam elə isə saçını saqqallıqlara və təmiz paltarının üzərinə geyin, çünki Allah bəndəsinə verdiyi neməti onun üzərində görmək istəyir və görməyi sevir cavabını vermişdir. Müslimdə gələn hədisdə ali əxlaq üzərində olan Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Ümmətimə çətinlik olmayacağını bilsəydim, hər namazda onların dişlərini misvakla sürtməyini əmr edərdim. Diş fırçalamaq Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin sünnəsində səhər açılandan akşam yatana qədər təmizlik ilə əlaqəli olan əməllərindən qardaşlar sadəcə biridir. Allah Resulü sallallahu aleyhi ve sellem yeməkdən əvvəl də sonra da əllərini yuyar və əllərini yuyarkən barmaq aralarının təmizliyinə xüsusi diqqət yetirərdi. Allah Resulü sallallahu aleyhi ve sellem tırnaqlarını vaxtında kəsmiş və saçını müxtəlif ağacların çiçəkləri ilə yumuş və bunu müsəlmanlara da tövsiyə etmişdir. O sallallahu aleyhi ve sellem gecə yatağına dəstəmaz alaraq girər və gecə yuxudan uyanıb ayaq yoluna getdikdən sonra mütləq əllərini yuyaraq yenidən yatağına qayıdıb yatardı. Allah Resulü sallallahu aleyhi ve sellem ayaq yoluna girdikdə Allahım hər cür murdarlıqdan və nəcasətdən sənə sığınıram deyərək ayaq yoluna girər və ayaq yolunda önünü və arxasını qibləyə tərəf çevirməz, ayaq yolunda təmizlik üçün sol əlini istifadə edər və ayaq yolunda danışmaz və ayaq yolundan çıxanda səndən bağışlanma diləyərək deyər və əllərini də mütləq yuyardı. Buxarıda gələn hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem iki qəbrin yanından keçərkən dayanır və əshabına belə deyir. Bunlar mütləq əzab çəkirlər. Halbuki böyük bir günahdan ötürü əzab çəkmirlər. Bunlardan biri siydiyindən özünü qorumaz, digəri isə söz gəzdirərdi. Demək ki, qardaşlar, tualetdə diqqət edilməsi məsələlərdən biri də sidiyin üzərinə sıçramasından qorunmaqdır. Dəyərli qardaşlar, tanıdığım yaşlı gəncəli qardaşlardan biri uzun illər əvvəl İstanbulda mədrəsə oxuyarkən tətildən mədrəsə tələbələrinin birinin kəndinə qonaq dəvət edilir. Və ev sahibi kəndin imamı olur və qardaşımıza kənd ilə əlaqəli sənin xoşuna gələn və yaxud da istədiyin bir şey varsa de əlimizdən gələn qədər icra edək dedikdə qardaşımız qəribə bir istəklə müraciət edir, deyir kəndin ən kasıb evini və o ən kasıb sakinlərini ziyarət etmək istəyir. Əvvəldən icazə alınır, xəbər verilir və aybalasından tikilən iki cəmi otaqdan ibarət hündür olmayan bir evə girildikdə orada bir yaşlı nənə ilə babanın yaşadığı görülür və ev sahibi yaşlı kişi, yaşlı baba kənd imamının və iki mədrəsə tələbəsinin evinə qonaq gəldiyini bilib onlardan dəstəmaz almaq üçün icazə istəyir və sizlə dəstəmazlı söhbət edib icazəsini istəyir və evin içindən açılan qapını, hamam və tualetinin qapısını açdıqda bizim o gəncəli qardaş təəccüb edir və deyir ki, bəlkə də o evin ümumi qiymətinə bərabər olacaq hamam tualetini ən son müasir tələblərə uyğun kafir və kranklarla deyir, düzəldildiyini gördüm və qəlbimə ancaq bir mümin, bir inanan, ancaq imanının tələbi olan təmizliyini icra etmək üçün bu qədər hamam və tualetinə dəyər verər və qiymət verər və pul xərcləyər dedi. Yəni, dəyərli qardaşlar demək ki, bir müsəlman təmizliyinin başladığı yer olan hamam və tualetinə diqqət edəcək və oradakı təmizliyinə diqqət edəcəkdir. Əbu Davudda gələn hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem lənətlənməyə səbəb olan üç şey etməkdən su mənbələrinin ətrafında, yolun ortasında və kölgəlik yerlərdə ayaq yoluna çıxmaqdan çəkinin buyuraraq bizlərə və bütün ümmət Muhammed sallallahu aleyhi ve sellemə xəbərdarlıq etmişdir. Demək ki, özünü Allah Resulü aleyhissalatü vesselamın ümməti bilən hər birimiz, dəyərli qardaşlar, şəxsi təmizliyinə diqqət edəcəyi kimi ətrafının da təmizliyinə diqqət etməlidir. Yaşadığımız məhəllənin, küçənin, şəhərin, məscidlərimizin, parkların, keçidlərin və hətta qəbristanlıqların belə təmizliyinə diqqət etməliyik. Qardaşlar, təəssüflə qeyd etmək istəyirəm ki, bəzən sürdüyü maşından yola sigaret, kağız parçaları və qida artıqları, qəbristanlıqlara plasmas kulak butulkaları atan
və yeraltı keçidləri və parkların dalda yerlərini nəzizlə batıranları görürük. Və gözəl qardaşlar, xüsusilə də cümə günü ən ictimai, ən mərkəzi yer olan Gəncə Moldan açıq və şəffaf görünən məscidlərimizdə İslamı təmsil edən biz müsəlman qardaşlar daha diqqətli olaq, təmizliyə daha ciddi diqqət eləyək, istər çəkdiyimiz siqaret, istər əlavə su butulkalarını, zibil qabına aparıb atma mövzusunda aman diqqətli olaq və təmsil etdiyimiz dini gözəl şəkildə insanlara çatdıraq. Dəyərli qardaşlar, Allah millətimizə dinini öyrənib, fərdin haqqına olduğu kimi ümumunda haqqına diqqət etməyi nəsib etsin. Barakallahu li və lakum fil Qur'anil azim və nafa'ani və iyyakum bima fihi min al-ayati və zikril hakim.